Bir digər mövzuya diqqət yetirək. Belə ki, son günlər yayılan infeksiyalar pnevmoniya ilə nəticələnir. Hətta müəyyən ağırlaşdırıcı hallar ölümə də səbəb olur. Həkimlər vəziyyətlə bağlı xəbərdarlıq edirlər. Havanın temperaturunun aşağı düşməsi ilə birlikdə qrip və müxtəlif virus infeksiyalarına yoluxma halları artıb. Mütəxəssislər bildirirlər ki, insanların qapalı məkanlarda çox vaxt keçirməsi, immun sisteminin zəifləməsi və gigiyena qaydalarına əməl olunmaması virusların sürətlə yayılmasına şərait yaradır. 3-4 gündə özümü narahat hiss eləyirdim, virusa yoluxmuşdum, halsızlıq, qrip, burun axma, boğaz ağrısı ilə, şikayət ilə müraciət eləmişdim. Adamların çox olduğu yerə getmirik, sıxlıq olan yerə getmirik, avtobusda maska taxıb gedirik, beləsinə ictimai yerlərdə özümüzü qoruyuruq. Həkimlərin sözlərinə görə bu viruslar bəzi hallarda yüngül simptomlarla keçsə də vaxtında müalicə edilmədikdə ağırlaşmalara səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkən şəxslər risk qrupuna daxildir. Xəstəlik adətən yuxarı və aşağı tənəffüs yollarını zədələməklə keçir. Mövsümi xarakter daşıyır, hava damcı üsulu ilə yayılır. Buna görə də xəstəliyin simptomlarını hiss etdikdə həmin şəxs özünü tədric etməli və yaxud maskalardan istifadə etməlidir. Xəstəlik şiddətli baş ağrısı, boğaz ağrısı, quru öskürək, yüksək hərarət, bədən qırılmaları, yorğunluq simptomları ilə özünü biruzə verir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə həyəcan təbili çalır. Yayılmaqda olan mövsümi xəstəlik və virusların daha ciddi xəstəliklərə yol aça biləcəyi deyilir. Hər hansı narahatlıq hiss edən şəxslərin mütləq həkim müayinəsindən keçməsi tövsiyə edilir. Dərman və preparatların özbaşına istifadəsi isə qəbul edilməz sayılır. Belə hallar xüsusilə pnevmoniya riskini artırır. Kəskin respirator virus infeksiyalarının ağırlaşması nəticəsində pnevmoniya xəstəliyi müşahidə ola bilər. Bu ayrı-ayrı hallarda qeydə alınır. Kəskin respirator virus infeksiyaları, qrip xəstəliyi zamanı insanlar vaxtında həkimə müraciət etmədikdə, immun sistemini onlarda aşağı düşdükdə pnevmoniya xəstəliyi yarana bilər. Və yaxud ev şəraitində müalicə alırlar və həkim vaxtında müraciət etmirlər. Bu da yəni ağırlaşmalara səbəb ola bilər. Risk qrupuna daxil olan şəxslərə kütləvi toplaşma yerlərindən uzaq durmaları məsləhət görülür. Qasım Xuluflu, Anar Ağazadə, İTV Xəbər.